Değerli dostlar, Avtomerkaz saydım izleyicileri, bugün yine mövzumuzdan kenar çekilişler edirəm. Üzürlü sayın avtomobil sayəsindən kenar. Baxın, Ağdərə rayonunda gözəl belə bir mənzərədən sizləri göstərməkdən məmnunam. Hər birinizi Ağdərədən salamlayıram. Vənk deyilən, Vənkli kəndi. Belə deyək ki, Vənkli kəndli adlanır. Mən də adını tam dəqiq bilmirdim. Bu ərazidə ermənilərin qurub qoşduğu gəmi restoranını arzuluyordum. Çox gözəl, möhtəşəm. Bilmirəm, onlar bu cür pişmişdi, yaratmışdı yoxsa yox. Amma bizimkilər bunun davamını gözəl ediblər. Gözəl təbiətdə yerləşir. Buyurub siz də baxın. Hər birinizi buradan salamlayıram. İnşallah hər birinizlə burada görüşə bilərik. Pauza etmədən hər birinizə göstərirəm, buyurub baxa bilərsiniz. Biz də buranın otel hissəsini mən göstərəcəm sizlərə. Paylaşımlarda sizdən ricam mütləq mümkün qədəri bəyənib paylaşmağı unutmayın. Çəkil videomuzu baxdınızsa. Dostlar, oteli, kafesi, çayxanası, restoranı tam şəkildə fəaliyyət göstərir. O yüzden hər biriniz buyurub gəzintilərinizi, istirahətinizi davam edə bilərsiniz. Çox gözəldir. Mən bəyəndim həqiqətən də. İnanıram ki, bütün dostlar da bəyənəcək. Gəmidə xüsusi gözəlliyi var. Yenidən gəmini göstərirəm sizlərə. Buyurub baxın. Gəmi ilə üzbəyiz oturub çay içməyin xüsusi bir gözəlliyi var. Hər birinizdə qismət olsun dostlar. Bizə qismət oldu. Gəldik Ağdərə rayonundan. Vənkli kəndində. Vənkli deyək ki, Vənkli bilirdim, Vənkliymiş Abqazova isə. Dostlar, hər birinizə salamlayıram buradan, hər birinizdən xudafisləşirəm. Sağ olun, növbəti videolarımızda görüşərik. Videomuzu baxdınızsa, bəyənib paylaşmağı unutmayın. Təşəkkürlər hər birinizə.